Rəbbi tanıyan yeganə şey qəlbdir, ruhdur. Ruh Rəbbi hiss elədirsə, ondan sonra bu bəndə artıq eşq mərhələsinə başlayır. Həyatın hər anından ləzzət alır, keyf alır, eşq yaşayır. Görməmisiniz bir aşiq sevdiyi bir adamı ancaq yanında olmaq istəyir, ancaq onunla danışmaq istəyir, ancaq onunla həm söhbət olmaq istəyir və bundan ləzzət alır, keyf alır. Allahdan daha yaxşı məşuq kimdir? Kimdir Allahdan daha yaxşı məşuq? Ki, hər an səninlə olacaq. Özünü sənə tanıtdıracaq, özünü sənə hiss elətdirəcək. Sən daim onu hiss eləyəcəksən, onu tanıyacaqsan, onunla bahəm olacaqsan, onunla bahəm olmaqdan ləzzət alacaqsan, onunla danışmaqdan ləzzət alacaqsan. Allah kimi məşuq var bəyəm, Peyğəmbərin məşuqudur. Bir gün bir yerdə işləyirdilər, qayıdan. Peyğəmbər deyir ki, namaza az qalıb, qayıdağın, hamı istirahət eləsin, rahatlansın, ondan sonra gəlin namazımızı qılaq. Hamı deyir, sahaba deyir, hamımız getdik istirahətə, gördü Peyğəmbər döndü məscidə, getdi ki, namaz qıl. Sonra deyir, mən soruşdum, dedim, ya Rasulallah, bizə deyirsən istirahət edin, amma özün istirahət eləmədin, birbaşa gəldin namaza. Peyğəmbər gülümsədi, dedi ki, mən namaz, bilsən nə deməkdir? Namaz yəni Allahla danışmaq. Bu istirahət deyil. Sənin üçün ola bilsin əziyyətdir, mənim üçün istirahət. Mən öz məşuqumla danışıram. Mənim üçün budur istirahət. Peyğəmbər üçün budur, imamlar üçün budur. Görürsünüz, Allah həm bizə kömək eləyir, ruhumuz təkamülə çatsın. Ruh təkamülə çatandan sonra da onun tapacağı kəs yenə də o məşuqdur. Ən mühüm məşuq Allah, Rəbb.